Deyəcəyim şey sizi şoka salacaq. Dünyada jelatin keratin adlı məhsul istehsal olunmuyor. Belə bir məhsul kimyada mövcud deyil. Daha ətraflı videonu sona kimi izləyin və bəyənin, paylaşın. Bizim gündəlik həyatımızda saç üçün möcüzə adlı satılan yüzlərlə məhsul var. Amma indi gəlin biraz kimyanın qapısını açaq. Qorxmayın, bu çox sadədir. Jelatin heyvan kollagenindən alınan ucuz bir maddədir. Çoxları onu yeməkdə desertdə istifadə edir. O saçın üstündə cəmi bir plyonka yaradır, parıltı, hamar görüntü və əssalam. İlk yağışda silinən makyaj kimidir. Effekt var, nəticə yox. Keratin isə saçın özünün sümüyüdür, bünövrəsidir. Saçın içindəki boşluqları doldurur, elastiklik verir, qırılmanı azaldır, yəni saçın özünün əsas maddəsidir. Və indi diqqət, bu iki maddə bir-birinə kimyəvi olaraq yaxın belə deyil. Hətta yaxın qohum da deyirlər, tam yad maddədirlər. Bəs necə olur ki, bazarda jelatin keratin kimi satılır? Cavabsa çox sadədir. Ucuz məhsulu baha satmaq üçün gözəl ad, parıltılı qablaşdırma və azca cəsarət lazımdır. Və bu marketin sehirbazlığına inanan çox insan var. Gerçək isə budur. Keratin müvəqqəti bərpa edir, jelatin isə örtür. İkisi də tam başqa işi görür. Bu videonu ona görə çəkirəm ki, heç kim parıltı effekti ilə aldadılmasın. Hər parıldayan şey keratin deyil. Elm var, bir də marketinq nağılları.